Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Bakı məhkəmə kompleksində növbəti baxış iclası keçirilir. Məhkəmə prosesində Ermənistan dövlətinin, onun vəzifəli şəxslərinin, silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzkar müharibə aparmaqdan ötürü yazılı və şifahi qaydada verdiyi təlimatlar əsasında çoxsaylı cinayətlər törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra törədilmiş çoxsaylı cinayət əməlləri məhkəmə prosesində araşdırılır. 2021, 2022, 2023-cü ildə törədilmiş cinayət hadisələri üzrə məhkəmə prosesində araşdırmalar aparılır və zərərçəkənlər ifadə verirlər. Zərərçəkənlər ifadələrində qeyd edirlər ki, həmin illərdə də Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycanın ərazilərini iri çaplı silahlarla atəşə tutub. Həmin vaxtda hədəfə götürülən obyektlər sırasında yaşayış məntəqələri, mülki obyektlər, o cümlədən üzərində tanınma nişanı olan belə avtomobillər də hədəfə götürülüb. Və eyni zamanda məhkəmə prosesində Ermənistan Azərbaycana qarşı apardığı mina terrorundan əziyyət çəkənlər ifadə verirlər. Qeyd olunur ki, əsasən də 2020-ci ildən sonra Azərbaycanın əraziləri kütləvi şəkildə minalanıb. Azərbaycan ərazilərində bu mina terroru nəticəsində Azərbaycanın həm mülki vətəndaşları, həm də hərbiçiləri zərər çəkiblər. Məhkəmə prosesində çoxsaylı sənədlər, subutlar, faktlar keçir, onlar da iclasda araşdırılır və tədqiq olunur. Qeyd edək ki, proses açıq keçirilir. Ruben Vardanyan rus dilində tərcüməçi ilə təmin olunub, eyni zamanda onun hüquqlarını özünün seçdiyi vəkili həm istintaq dövründə, həm də məhkəmə prosesində özünün seçdiyi vəkili müdafiə edir. İclasda çoxsaylı zərərçəkənlər iştirak edirlər. Onlar həm məhkəmə iclasında zərərçəkmiş qismində əyləşirlər, həm də məhkəmədə ifadə verirlər. Biz açıq keçən bugünkü iclasla bağlı xəbərlərin növbəti buraxılışında daha geniş reportajımız olacaq ki, onu da tamaşaçıların diqqətinə çatdıracağıq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər. Söz yenidən mərkəzdə, studiyadadır.